Salam, hər vaxtınız xeyir olsun əziz Sağlam Radio dinləyiciləri. Sağlam təhsil başlayır. Bir sözlə dərsimiz də başlayır və ən uzun dərs yeri gəlmişkən bu arada qeyd edeyim ki, Avstraliyanın Cleveland şəhərinin Laidley Ali məktəbində olub. Deməli 2003-cü ildə 15 apreldən 17 aprelə qədər bir dərs davam edib. Düşünün 2 gün ərzində hardasa və bu dərsdə professor Marboris 26 tələbəyə 54 saat ərzində dayanmadan biologiyadan məruzə edib. Necə olub bu dərs? Necə oturublar tələbələr bu dərsdə? Şagirdlər bu dərsdə maraqlıdır hər halda, amma rekord qırıb həqiqətən də bu dərs. Və bu gün də bizim dərsimizdə, bu gün sağlam təhsildə 2 qonağımız olacaq. İnnab tədris mərkəzi studiyamızda çıxış eləyəcək. Yeri gəlmişkən İnnab Business School-un direktoru Rauf Hacıyevdir. Studiyamızda xoş gəlmisiniz Rauf bəy. Salam, hər birini salamlayıram. Və bugün Rauf bəy tək deyil, studiyamızda digər qonağımız da var. İnnab Business School-un korporativ əlaqələri rəhbəri Nərmin xanım Sarıyeva. Sizi də xoş gördük Nərmin xanım. Salam, hər kəs salamlayıram. Təşəkkür edirik. Necədir işləriniz? Həftənin sonuna yaxınlaşmışıq və ümumiyyətlə dərslərdən danışanda, tədrisdən danışanda dərsin maraqlı keçməsi üçün nə lazımdır birinci növbədə? Okey, ilk öncə hər birini salamlayıram. Bizə qulaq asan, izləyən tamaşaçıları salamlayıram. Günləri xoş keçsin. Ümumiyyətlə təhsil həftənin hər hansı gününə baxmır. Ümumiyyətlə həftənin 7 günü insan müəyyən bir tədrislə məşğul olmalıdır. Bizim də təlim mərkəzi olduğumuz üçün bizim də demək olar ki, əsas istiqamətlərimiz hər həftənin 7 günü müəyyən saatlarda təlim mərkəzi olaraq təlimlərimiz keçirilməsidir. İstər tələbələrlə, istər digər iş dünyasından gələn yoldaşlarla. Və İnnab haqqında xırda bir məlumat vermək istəyərdim. Tanıdınız özünüzü, bəli. Çox sağ olun. İnnab Business School 2015-ci ildən Azərbaycanda fəaliyyət göstərir və bir sıra təlim olaraq bazarda, biz əmək bazarında formalaşmışıq. Hal-hazırda 10 illik müəyyən bir tarixçəmiz var. Nərmin xanım, istəyirsiniz siz İnnab haqqında məlumat verin, mən digər məsələləri vurğulayarım. Maraqlı olardı bilmək. Əsas istiqamətləri nədir bu school-un, məktəbin? Rauf bəyin qeyd etdiyi kimi biz 2015-ci ildən artıq fəaliyyətə başlamışıq. 10 ilə yaxındır ki, bizim fəaliyyət müddətimiz var və bu müddət ərzində biz daha çox biznes təlimlərinə yönəlmişik və müştəri segmentasiyasına uyğun olaraq bizim artıq 7 subbrendimiz var. Bura daxildir insan resursları üzrə təlimlər, maliyyə üzrə təlimlər, hansı ki InHRM, InFinance, marketinq sahəsi üzrə təlimlər, korporativ şirkətlər üçün biznes təlimləri, InBusiness təlimlərini nəzərdə tuturam, hansı ki bizim subbrendimizə daxildir. Əlavə olaraq InOffice, ofis təlimləri yer gəlmişkən qeyd edim ki, biz Microsoft-un rəsmi imtahan mərkəziyik, həm də beynəlxalq InOffice subbrendimizə daxil olan təlimlər tərkibində bizim beynəlxalq təlimlərimiz də var, PL300, MOS və digər beynəlxalq təlimlər və imtahan mərkəzi biz rəsmi olaraq InFinance, InBusiness, InHRM, InMarketing kimi subbrendlərimiz var. Bu 7 subbrend təbii ki öz hədəfinə istiqamətlənib, həm əməkdaşlarımız bu istiqamətlərə uyğun dəstək göstərir insanlara və eyni zamanda artıq bizim təlimlərimiz subbrend olaraq daha belə ixtisaslaşmış formada biz praktiki və nəzəri baxımdan insanlara təbii ki peşəkar inkişafına önəm verən insanlara dəstək oluruq. İnnab Business karyerada səhv etmirəmsə belə bir yəni fəaliyyət istiqamətiniz də var ki, hansı ki əməkdaşlığa məncə imza atırsınız. Yəni daha çox insanların xarici əlaqələr qurmasına bir növ yardım edir. Bəli, bu karyera istiqaməti üzrə çalışan bizim 3 HR-mız var hal-hazırda. Hansı ki bizim həm korporativ əməkdaşlığımız üçün bu çox yararlı bir addımdır ki, onlar savadlı kadr axtarırlar. Təbii ki biz də daxildə o savadlı kadrı yetişdiririk müxtəlif ixtisasa, peşəyə uyğun olaraq. Və yetişdirdiyimiz tələbələrin CV-ləri bizim bazamızda yığılır, imtahan nəticələri, diaqnostik qiymətləndirilmələri bizim bazamızda toplanılır. Uyğun olaraq, vakansiyaya uyğun olaraq, şirkətin tələbinə, beynəlxalq və yaxud da yerli şirkətin tələbinə uyğun olaraq onların karyera hədəflərində tələbələrimizə dəstək oluruq. Eyni zamanda şirkətlərin savadlı kadr tapmalarında yardımcı oluruq. Auditoriyanız əsasən kimlərdən ibarətdir? Auditoriyamız əsasən peşəkar ixtisas
ixtisasına, peşəkarlaşmağa, hansı ixtisaslaşmağa önəm verən şəxslərdən ibarətdir. Burada biznes subyektlərindən olan əməkdaşlar da var ki, öz texniki bacarıqlarını artırmaq istəyirlər. Tələbə kütləmiz də var təbii ki. Bu da savadlı tələbə kütləsindən söhbət gedir. Təhsilini almış, Bəli, artıq bitirmiş, peşəkarlaşmış. bəli, peşəkarlaşmış tələbələrdən Bəli. söhbət gedir. Aydındır. Rauf bəy, qeyd etdi artıq Nərmin xanım ki, yəni hal-hazırda ümumi olaraq belə fəaliyyət istiqamətləriniz var, amma məsələn təlimlərdən daha çox deyəsən yararlanır tələbələrimiz. Mən istəyərdim ki, elə biznes belə deyək də mühiti baxımından peşəkar inkişafın və təlimlərin də əhəmiyyəti məncə də hal-hazırda çox aktualdır. Təlimlərlə bağlı bəlkə biraz danışaq. Okay. Necə aparılır bu təlimlər? Ümumiyyətlə təlimlər bizdə bir neçə sektora bölünür. İstər insan resurslar sahəsində, istər marketinq sahəsində, istər data analitika sahəsində. Hal-hazırda əmək bazarında ciddi tələb olunan peşələrdən biri misal üçün data analitik təlimlər, data analitik olmaqdır və bu ixtisas üzrə təhsil alan yoldaşlar bizim kurslarda təhsil alırlar. Təbii ki, təlimlər müəyyən bir periodlarla, müəyyən bir vaxtlarla, müəyyən bir müddətlə ölçülür, amma hal-hazırda bizim İNNAB olaraq əsas iki hissədən formalaşır təlimlərimiz. Bir hard skills olaraq, bir soft skills olaraq. Hard skills olaraq bildiyimiz texniki bacarıqlar, proqramlar və data sahəsi ilə, HR, insan resursları sahəsi ilə, marketinq sahəsi ilə və bunların müəyyən bir alt binetləri olaraq bu sahədə ixtisaslaşmaq istəyən yoldaşlar bizim kurslara üst tuturlar və düşünürəm ki, bizim keyfiyyət göstəricimiz son 5 ilin nəticəsində əsasən 95% üzəridir və işə düzəlmə əmsalı da 60% üzəridir. Yəni biz bir təlim mərkəzi olaraq hər hansı bir işsiz yoldaşları təlimlərdə iştirak edərək bizim təlimlərdə müəyyən bir ixtisasa yönləndikdən sonra biz onları hətta işə də düzəldə bilərik və bunun üçün bizim mərkəzimiz var, bir KaryerUp deyilən bir şirkətimiz var. Həmin şirkətdə bizim Nərmin xanım vurğuladığı kimi HR-larımız işləyirlər, daima işə götürənlərlə müəyyən bir əlaqədə olurlar və həmin yoldaşları sonradan CV-lərini formalaşdırırlar, LinkedIn profillərini formalaşdırırlar. Onlara lazım olan ixtisasları biz onlara verdikdən sonra onları işə düzəldirik. Və paralel olaraq da təlimlərimiz bizim hal-hazırda 2 filialımız var. Həm Elmlər metro stansiyası, həm Gənclik və Nərimanov ərazisində və demək olar ki, ay ərzində ümumi olaraq bizim tələbə sayımız 20 mindən yuxarıdır 2015-ci ildən indiki tarixə qədər və bu rəqəm düşünürəm ki, bu illərdə daha çox artacaq. Həm fiziki şəxslərlə təlimimiz olur, həm korporativ təlimlərimiz olur. Fiziki şəxslərlə təlimlərimiz dedikdə bayaq vurğuladığım kimi bizim ümumiyyətlə 6 alt brendimiz var. Eyni zamanda 30-a yaxın təlim biz keçiririk. Burada sosial media marketinqdə var, marketinq, Excel, Power BI, data analitik, SQL, bunların beynəlxalq sertifikatları və s. Korporativ olaraq isə dediyimiz kimi şirkətlərlə və universitetlərlə əməkdaşlığımız var. Hal-hazırda bizim 6 universitetlə əməkdaşlığımız var, dövlət və özəl universitetlərlə. Bunlarla çox böyük bir layihələrimiz var. Hətta bizim mini MBA adlı bir proqramımız var. 2-li diplom, 2-li sertifikat deyək ona. Yəqin ki, universitetlərin dövlət universitetləri deyə bilərik. Azərbaycan Dövlət İqtisadi Universitetinin böyük bir əməkdaşlığımız var. Mən də hal-hazırda Azərbaycan Dövlət İqtisadi Universiteti müəllimi olduğum üçün karyer planlaması üzrə və o sahədə tələbələrin ciddi tələbatını görürük və mini MBA nə qazandırır? Normal kursa qatılırlar 6 aylıq data analitik kursuna və sadəcə təlimlər keçirilir. İqtisadi Universitetinin öz nəzdində müəyyən vaxtlar təbii ki var və sonda sertifikat olaraq həm UNEC-in, həm də İNNAB Business School-un birgə fəaliyyəti nəticəsində sertifikat almış olurlar və digər universitetlərlə də çox böyük layihələrimiz var. Hətta bir universitetin böyük bir layihəsi var. Onlar Microsoft tərəfindən təqdim olunan Excel sertifikatı, MOS sertifikatını almaq üçün onlardan 30 tələbə üzərindən başlamışıq hələ ki və əslində bu sevindirici haldır ki, universitetlər tələbələrə həm öz ixtisasları, həm də qeyri-ixtisas olaraq əlavə öz hard skillslərini formalaşdırırlar. Həmin təlimlərdə bizdə 30-40 nəfər arası tələbələrimiz var. Onlardan universitetin 1-ci kursunda, 2-ci kursunda, 3-cü kursunda təhsil alan tələbələrimiz var. Hətta ixtisasları bu yöndə olmayan tələbələrimiz də var. Və məqsəd də odur ki, başqa ixtisasları da bəli, tam olaraq əmək bazarında. Yönəlsin. Normalda mən 5 illik universitet fəaliyyətim olduğum üçün mən tələbələrlə çox
çox işləyirəm, çox sıx əlaqədə oluram və əsasən 4-cü kurslardan işləyirəm və onların hal-hazırda ixtisaslarından əlavə də bir hard skills formalaşmalıdır ki, bunlar rahat əmək bazarında özlərini rahat iş tapa bilsinlər. Tamamilə doğrudur. Və onlar istər-istəməz əmək bazarında tələb olunan ixtisaslar nələrdir hal-hazırda? Bilirik ki, datalar böyüyür, datalar çoxdur, datalarla işləmək lazımdır və sadəcə öz ixtisasını bilim və bununla işə düzəlim anlayış yoxdur. Sadəcə olaraq hard skills formalaşmalıdır, hansısa proqramlar bilinməlidir, hansısa proqramları öyrənməlisən. Məsəl üçün indiki vaxtda demək olar ki, hamımızın bildiyimiz bir adi Excel proqramı istər anbar sahəsində, istər satış sahəsində, istər dövlət, istər özəl qurumunda ən çox yayılmış proqramdır. Amma bu proqramı bilmədən mən hardasa öz sahəmlə, datalarla bağlı heç vaxt işləyə bilmərəm. Bizim də məqsədimiz inab olaraq bu tələbələrdən, bu yoldaşları ixtisas artırma deyək onlara ixtisas artırmaq, onları bu sahədə peşkar formada hazırlaşmaq, hansı ki bu onlar sonra müəyyən bir işdə işləyəndən sonra bilirik ki, bizim də onlarda bir keyfiyyətimiz bulunmuş olur, keyfiyyətimiz onlara qatmış oluruq. Eyni zamanda bizdə bir vasitəçi olursunuz. Bəli, əlbəttə. Həm də o biraz sevindirici haldır ki, biz demək olar ki, ay ərzində 200, 300, hətta daha çox 400 nəfərlə demək olar ki, mütəmadi olaraq təlimlər veririk. Bir sevindirici hal odur ki, ay ərzində 400 nəfər olmaq, il ərzində bir 5000 ay ərzində 400 nəfər. Bəli, 400 nəfər təlim keçirik. Hansı ki, onlar bizim ay ərzində bir 30 təlimlərimiz verilirsə, hər qruplarda bir 12-15 nəfər arası yığılırsa yoldaşlar, o mənim üçün sevindirici hal olur ki, biz onlara ən az nəsə öyrətmiş oluruq. Burada həm təkcə maddiyyat məsələsini kənara qoyduqdan sonra bir mənəvi hisslər də var ki, məsəl üçün biz ay ərzində 300-400 nəfər insana hansısa bir iş tapılmasında, hansısa bir biliyin artırılmasında köməkçi rol oynamış oluruq. Təbii siz keçirirsiniz bu təlimləri. Mən anladım. Yəni ətraflı şəkildə hətta il ərzində bir neçə dəfə təlimləri keçirirsiniz və bu universitetlərdə bilirəm ki, keçirilir. Hətta bu siyahını da artıracaqsınız. İndi İqtisad Universitetinin adını daha çox çəkdiniz. Digər universitetlərdə də bu təlimləri həyata keçirəcəksiniz, bilirəm. Geri dönüşlər necədir? Əsas məsələ, bax, bu təlimləri siz keçirsiniz. Necə bir geri dönüşlər ala bilirsiniz? Tələbələrin ümumiyyətlə qavraması, bu innovativ necə yanaşmalar ki edirsiniz? Nə dərəcədə onlar tərəfindən bu qarşılanır? Necə təsir göstərir onlara? Okay, bizdə onlar müəyyən bir sistem üzərindən qurulur. Hansı ki biz həm təlimçilərimiz baxımından, bizdə bizim təlimçilərimiz peşkar təlimçilərdir. İş stajında, iş həyatında olan təlimçilər olduğuna görə biz tələbələrə əmək bazarından nə tələb olunur, onları keçə bilirik və feedbacklər müsbət haldır. Demək olar ki, biz bütün qruplardan feedbacklər alırıq, tələbələrdən mütəmadi olaraq öz qruplarımız var, hətta fərqli qruplarımız işə götürənlər, təcrübələr yəni keçirilmi? Bəli, demək olar bütün bizdə müəyyən bir bu vaxta qədər olan 20 min iştirakçının bir 10 min, 15 min datası var bizdə. Onlardan hətta bizə sonradan təlimə qatılanlar olur. Onların feedbackləri, təbii ki, onların feedbackləri gözəl olmasa, bizim də iş keyfiyyətimizə təsir etmiş olur. Gəlin onda sadalayaq. Hansı əsas vacib kriteriyalara malik olmalıdırlar? Deməli, Birinci məsələ təlim mərkəzində ən əsas 2 hissəyə bölürəm mən həmişə onu. Birinci məsələ bir ofis olaraq, vizyon olaraq, kollektiv olaraq, ikinci məsələ təlimçi olaraq və təlimçinin keçdiyi proqram olaraq. Yəni bunlar hər ikisi də bir-birinə uzlaşmalıdır. Okay, ola bilər mənim təlimçim peşkar ola bilər, syllabusum, keyfiyyətim əla ola bilər, amma mənim ofisim, mənim vizyonum o zəif ola bilər. Məkan çox vacibdir. Məkan olaraq, vizyon olaraq, hətta xırda bir toxunuş belə gələn iştirakçının öyrənmə prosesinə təsir etmiş olur. Bu dizayn çox mütləq vacibdir. Əlbəttə qarşılama, salam, keçin, buyurun, əyləşin, nə lazımdır, bir kofe, çay filan və s. bir xırda da olsa bir hədiyyə vermək, onlara bir toxunmaq ki, yəni biz sizlə təkcə maddi olaraq yox, biz sizin təlim prosesinizdə bir qatqı qatmış oluruq və bunlar önəmli olmalıdır. Burada yeri gəlmişkən hədiyyənizə görə də təşəkkür edirəm. Çox nazik fikirlər demiş. Çox sağ olun. Və mən düşünürəm ki, ümumiyyətlə bir iştirakçı təlim mərkəzində nə gözləməlidir? Mən təkcə indiki vəziyyətdə reallıqla danışsaq, təlim bazarında təlim keçən kurslar çoxdur. Və hətta tarixçi olaraq 1 il, 5 ay, 2 il olan təlim mərkəzləri var və başa düşürəm ki, onlarda keyfiyyət hamı qorunmalıdır.
Amma bizdə biz sırf nəyə fokuslanmışıq? Həm keyfiyyətə, həm satışımıza, həm təlimlərin keyfiyyət keçirilməsinə, həm təlimçilərimizin əmək bazarından ciddi peşkar formada kurslara dəvət olunmasına. Yeri gəlmişkən necə seçirsiniz bu təlimçiləri? Okay, təlimçiləri seçməyə baxımından. Yəni suallar çoxdur, biraz Bəli, çox hər sağ olun, sualdan da bir, hər cavabdan da bir sual Əlbəttə. çıxır, üzrlü sayın. Narahat olmayın. Əslində bizim dediyim kimi müəyyən bir sistem var, keyfiyyət sistemi var. Təlimçilərimizin hansı reputasiyada olması, hansı peşkarda olması bizim də təlimlərimizin satılmasını gətirib çıxarmış olur. Mən hal-hazırda İnnov Biznes School'un direktoru olaraq və eyni zamanda 6 ildir ki, mən İnnov Biznes School'una təlimçi olaraq fəaliyyət göstərirəm. Götürəcəm misal üçün minimum olaraq MOS sertifikatı, Microsoft'un Excel sertifikatıdır. Hal-hazırda əmək bazarında ciddi tələb olunan sertifikatlardan biridir MOS sertifikatı. Və bizim MOS sertifikatının yığılmasında əsas səbəb, mən bir direktor olaraq özümü qoyuram kənara, təlimçi olaraq mənim təlimləri keyfiyyətli keçirməyimdə, təlimlərimdə hər tələbəyə xüsusi yanaşmağımda, hətta bizdə elə bir tələbələr var ki, misal üçün gələn 300 tələbənin 300-ü yeni tələbələr deyil. Onların minimum 100 nəfəri kimisə tanış olur, gedir feedback verir, müəyyən bir yəni bu güvəndən xəbər verir. Bəli, əlbəttə. Hətta elə yoldaşlar, elə iştirakçılarımız olur ki, misal üçün Excel-ə qatılır, xoşu gəlir ofisdən, təlimçilərdən, kollektivdən, keyfiyyətdən, sonradan gəlir qatılır PL 300-ə, Power BI-yə, sonradan qatılır data analitikaya, sonradan qatılır hansı proqramlara və s. Nərmin xanım, əlavəniz varsa, buyurun, siz də söyləyə bilərsiniz fikirlərinizi. Mən qeyd etmək istəyirəm ki, bizdə təlimçi seçimi nəyə görə hər zaman uğurlu olur? Bizim atdığımız addım, düşüncəmiz və yanaşmamız təlimçinin bir sahə üzrə nə qədər ixtisas alması və yaxud da ixtisas artırması deyil. Məsələn, tutaq ki, data analitika üçün hər hansı bir təlimçi seçirik. Burada lazımdır məsələn Power BI təlimi. Power BI ilə bağlı şəxs özü ixtisasını artırmış ola bilər, beynəlxalq sertifikat ala bilər, amma biz daha çox o şəxsin bu sahə üzrə nə qədər çalışdığına baxırıq ki, bizə müraciət edən tələbə nəzəri biliklərlə yanaşı praktiki biliklər öyrənə bilsin. Bu səbəbdən dolayı bizim maliyyə, insan resursları, data, ofis təlimlərimizin təlimçiləri daha uğurlu İş təcrübəsi əsas götürülür. Bəli, iş təcrübəsi əsas götürülür. Düzdür, doğrudur, biz onların nəzəri biliklərini ölçmək üçün təlimçi səviyyəsində imtahan keçiririk. Bundan sonra da bu imtahanları təkmilləşdirmək kimi planlarımız da var. Amma öncəliklə bizim təlimçilərimiz, hətta bunu biz təsdiqləyə də bilərik hüquqi formada ki, istənilən ixtisasla bağlı bu təlimçilərin həqiqətən də təcrübələri var. İnnov Business School hal-hazırda bizim qonağımızdır və studiyamızda elə məhz Business School'un direktoru Rauf Hacıyev və İnnov Business School'un korporativ əlaqələr rəhbəri Nərmin xanım Sarayevadır. Necə qoşulmaq olar bu təlimlərə? Ümumiyyətlə necə yararlanmaq mümkündür bu təlimlərdən? Əgər imkan varsa, sizinlə necə əlaqə saxlamağın yollarını bizə deyə bilərsiniz, dinləyicilərimizə daha doğrusu. Bizdə təlim prosesi 2 hissədən formalaşır. Reklamlardan, yəni sonra biz geniş tərzdə toxunacağıq. Amma necə əlaqə saxlamaq olar? Nömrə olaraq əlaqə telefonunu deyə bilərsiniz. Əlaqə telefonu deyil. 050 290 61 31. Təkrar edin. 050 290 61 31. Belə. Son illərdə Azərbaycanda korporativ təlim bazarı əhəmiyyətli dərəcədə inkişaf edib. Hansı ki, bura daxildir beynəlxalq şirkətlər, iri qurumlar, dövlət qurumları da təbii ki, nəzərdə tutulur. İri şirkətlər öz əməkdaşlarının peşəkar inkişafına xüsusi büdcə, investisiya və rol ayırırlar, diqqət, sərmayə sərf edirlər. Onlar müasir alətlər, hansı ki, burada data analitika, məsələn, Power BI, Python və digər alətlər nəzərdə tuturam ki, onlar inanırlar və qərarlı şəkildə dəstəkləyirlər ki, bu alətlərin əməkdaşlar tərəfindən ciddi şəkildə öyrənilməsi onların iş keyfiyyətlərini artıracaq. Eyni zamanda nəinki texniki bacarıqlar, zaten bəzi şirkətlər, beynəlxalq şirkətlər var ki, əməkdaşları işə götürərkən onların texniki bacarıqlarını ölçür. Burada onlar üçün təbii ki, inkişaf önəmlidir ki, həmin texniki bacarıqlar gün keçdikcə, zaman keçdikcə, tələblər çoxaldıqca inkişaf etməlidir. Amma əlavə olaraq liderlik bacarıqlarına da fokuslanırlar. Burada söhbət soft skills-dən gedir. Artıq 2024-cü ildən etibarən sırf bu müraciətlərdən dolayı bizim soft skills bazamız kifayət qədər genişləndirilib və biz artıq təlim bazarında soft skills təlimlərini müxtəlif sektorda tədris etməyə başlamışıq. Və bundan əlavə qeyd edə bilərəm ki, buna zidd olaraq bəzi çağırışlar da var. Bəzi şirkətlər var ki, tələblərinin çox
olmasına baxmayaraq, amma investisiya ayırmaqda çətinlik çəkirlər, problemlər yaşayırlar və yaxud da beynəlxalq sertifikatlara üstünlüyün əhəmiyyətini hələ də tam dərk edə bilməyiblər. Hansı ki, şirkətlərində biz düşünürük ki, bəzi texniki bacarıqlar var ki, soft skills nəzərdə tutmuram. Birbaşa şirkətin iş yükünə, gələcək perspektivinə ciddi təsir göstərir. Yeni layihələr olacaqmı gələcəkdə? Ümumiyyətlə Inna Business School hal-hazırda 400-dən çox korporativ əməkdaşlığımız var şirkətlərlə və korporativ əməkdaşlıqların rolu nədir? İlk öncə istədim 1-2-3 dəqiqə ondan izah verim. Hal-hazırda təlim sektorunda belə bir anlayış var. Məsəl üçün mənim şirkətimdə bir Excel və yaxud mənim şirkətimdə hər hansı proqram lazımdır. Amma son ərəfələrdə, son illərdə o dəyişiklik olub. Yəni misal üçün HR-lar və yaxud təlim tədris üzrə ekspertlər mənim şirkətimdə ehtiyac nəyə var? Mənim şirkətimdə anbardarlara, satışa və s. Bunlara ehtiyac nədir və biz də həmin ehtiyaclar üzərindən korporativ təlimləri keçiririk. Misal üçün biz şirkətlərə müraciət edirik və yaxud onlar bizə müraciət edirlər. Biz onların şirkətlərində işçilərin hansı bilik səviyyəsinin yoxlanılması, onlara hansı ehtiyaclar var, hansı təlimin, misal üçün atıram data reporting təlimi çox böyük təlimdir. Onun anbar üçün fərqli ola bilər, satış üçün fərqli ola bilər, insan resursları üçün fərqli ola bilər. Biz onların təlim ehtiyaclarını öyrəndikdən sonra onlar üçün müəyyən bir təlimlər təşkil edirik, təlimçilərimizi seçirik, görüşdürürük onlarla bir practice layihəsi edirik və bunun əsasında hal-hazırda Azərbaycanda Inna Business School olaraq 400-dən çox peşəkar şəkildə şirkətlərlə korporativ əməkdaşlıqlarımız var. Burada Nərmin xanım dediyi kimi həm hard skills olaraq, həm soft skills olaraq onlara biz təlimlər verməyə davam edirik. Ümumiyyətlə xarici təcrübədən də, yəni yararlanırsınız, mən belə başa düşdüm. Bəli, xarici təcrübədən yararlanırıq və əlavə olaraq qeyd edə bilərəm ki, şirkətlər son vaxtlar yox, ümumiyyətlə bu son illərin nəticəsidir ki, şirkətlər öz daxili işçilərinin peşəkar inkişafına çox önəm verilir və hal-hazırda dünya dəyişdikcə, data böyüdükcə, biliklər daha çox çoxaldıqca şirkətlər də öz işçilərinin peşəkar şəkildə öyrənilməsi üçün kurslara müraciət edirlər, təlim mərkəzlərinə filan müraciət edirlər və sektorlar bölündüyünə görə, təlimlər bölündüyünə görə bizim də əsas məqsədimiz həmin onların təlim ehtiyaclarını qarşılamaqdır. Və dediyim kimi, təkrarlamaq kimi istəmirəm, hal-hazırda bizim Azərbaycanın, yəni top olaraq bir 50 şirkəti ilə müəyyən təlimlərimiz keçirilir. İstər ingilis dilində, istər rus dilində, istər Azərbaycan dilində, soft skills olaraq, hard skills olaraq və s. Hətta bizim təlimlərimizdə xarici iştirakçılarımız da olub, onlar da təlim keçmişik. İstər xarici müəllimlərdən yararlanırsınız mı? Bəli, əlbəttə. İstər satışda, istər korporativdə, istər təlimlərimizdə. Yeni layihələrimiz əslində çoxdur. Bizim layihələrimiz hal-hazırda 2025 vizyonumuzda bizim bir təqaüd proqramımız var. Nə gözəl, tələbələrin ən çox marağında olan. Diqqətim sizdədir. Tələbələrin də gözlədiyi təqaüd proqramları var. Biz bunu ildə 2 dəfə aktivləşdiririk və burada müəyyən endirimlər, hətta 100% üzərindən bir təqaüd vermiş olur. Amma bu biraz süzgəc modeldən keçirilmiş tələbələr olur. Onlar müraciət edirlər. Kimlər yararlana bilər məsələn? Burdan ancaq tələbələr yararlana bilər, işsizlər yararlana bilər. Yox, hansı tələbələr məsələn? Fərqi yoxdur. Öz ixtisas sahəsində oxuyanlar və yaxud öz ixtisas sahəsini dəyişmək istəyənlər, peşəkar inkişafına meylənmək istəyən tələbələr qatıla bilərlər. Birinci, ikinci, üçüncü, dördüncü kurs. Burada bilik göstəriciləri nəzərə alınmalıdır. Bəli, orada müəyyən göstəricilər var. Sadəcə o göstəricilər çox olduğu üçün, vaxtımız az olduğu üçün demirəm. Orada işsizlər üçün ayrı bir imtahan prosesi olur, tələbələr üçün ayrı bir imtahan prosesi olur. Və bütün proseslərdən keçdikdən sonra biz onlara İnnab təqaüd proqramını təqdim edirik. Bizim keçən il ərzində demək olar ki, 200 nəfərə yaxın tələbəmiz bizim İnnab təqaüdündən yararlanmışdı və bura bir sıra universitetlər də apply etmişdi. Və universitetdən gələn tələbələr 200-300 nəfər arası bizim təqaüddən yararlanmışdı. Bizim təkcə bir təlimdən söhbət gedir və onların da sonradan işə düzəlmə əmsalı 94% üzərində idi. Hansı ki, 4-cü kurs tələbələr olmuşdular, müraciət etmişdilər, təlimlərdən yararlanmışdılar və təlimlərdən sonra biz onların CV-sini, LinkedIn-i düzəldib onları işə düzəltmişdik. Bu nəticə 94% üzərində. Təhsillə paralel olaraq iş tapmaq imkanı var. Var. Çalışırlar da. Hətta bizim İnnabda təcrübədə olan tələbələrimiz də olub. Biz özümüz də bacardığımız qədər tələbələri part-time olaraq işlərə, təcrübələrə göndəririk. Çünki əsas məsələ indiki dövrdə əsas təcrübədir, bir də sahə öyrənməkdir, ixtisasdır. Əgər mən ixtisası öyrənirəmsə, nəzəriyyəni bilirəmsə və praktikada onu tətbiq edə bilmirəmsə, o nəzəriyyə mənim bir müddət sonra yadımdan çıxmış olacaq.
Mütləq onu bəli təcrübədə yəni tətbiq etmək Bəli, bəli. lazımdır. Bizə tələbələr də qulaq asır, müəllimlər də qulaq asırlar. Bilmək istəyirlər ki, yaxşı mən bu təlimlərə qatılmaq istəsəm, bunun üçünmü ödənişlidirmi? Bunun üçün hər hansı bir maddiyyat tələb olunurmu? Öncəliklə qeyd edim ki, biz tələbələr üçün hər zaman ödənişsiz dəyər qatmağın tərəfdaşı olmuşuq. Hansı ki, buna keçdiyimiz seminarları qeyd edə bilərəm, vebinarları qeyd edə bilərəm. Əgər universitetlərin adını qeyd edə bilərəmsə, qeyd etmək istəyirəm ki, Olar. Sumqayıt Dövlət Universiteti, Slavyan Universiteti, Azərbaycan Universiteti, Dövlət İqtisadiyyat Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universitetlərində bizim tələbələrlə müxtəlif zamanlarda görüşlərimiz olub. Bu görüşlərimiz seminar xarakterli görüşlər olsa da, biz bu seminarlarda tələbələrə əlavə dəyər qatmaq üçün ciddi ekspertlərlə əməkdaşlıq etmişik. Hansı ki, beynəlxalq sertifikatlar üzrə təlimçilərimiz, maliyyə üzrə təlimçilərimiz bu seminarlarda, insan resursları üzrə təlimçilərimiz bu seminarlarda aktiv iştirak edib, həm tələbələri bu peşəkar bazara yetişdirmək üçün, bir istiqamət vermək üçün, bir dəyər qatmaq üçün aktiv iştirak ediblər. Və biz hər seminarın, hər webinarın sonunda tələbələrə, hansı ki, aktiv iştirak edən tələbələrə, məsələn, insan resurslarla bağlı bir təlim keçirmişiksə, bu təlimdə iştirak edən aktiv tələbə təbii ki, artıq bu təlimə maraqlı tələbədir və biz həmin təlimi üçün bu tələbəni götürmüşük, onun yetişdirilməsinə təkan vermişik, dəstək olmuşuq. Müəyyən endirim kuponları təklif etmişik. Bu bizim tələbələrə müxtəlif zamanlarda tam ödənişsiz formada keçirdiyimiz layihə adını daşıyır və bir daha qeyd edim ki, nə universitetdən, nə də hər hansı bir tələbədən bununla bağlı hər hansı ödəniş tələb olunmur. Əlavə olaraq qeyd edə bilərəm ki, tələbələr üçün bizim hər zaman 15% endirim güzəşt şərtlərimiz var. Hətta bizim tariximizdə, bizim 10 illik fəaliyyət zaman müddətimizdə, hətta bu yaxın zamanlarda baş verib. Bir tələbə içəri daxil olub ki, mən inkişaf etmək istəyirəm, mən yaxşı bir şirkətdə çalışmaq istəyirəm, amma mənim büdcəm yoxdur. Mən universiteti oxuyuram, mən universitetdə aktiv iştirak edirəm, amma mənim büdcəm yoxdur ki, özümü konkret bir sahəyə uyğun yetişdirim. Biz o tələbəyə tam ödənişsiz formada, məhz o cəsarətinə görə dəstək vermişik ki, bəli, auditoriyamızda həmin tələbəni əyləşdirmişik, pulsuz təlim keçmişik və daha sonra işlə təmin olunması üçün müəyyən dəstəklər göstərmişik. Və qeyd edim ki, bu bir cəsarət göstəricisidir, belə qeyd edim və bizim daha çox hədəf kütləmiz biznes şəxsləri, subyektləri olduğu üçün tələbələrə olan dəstəyimiz bizim üçün maddiyyatla bağlı deyil. Tələbəyə olan dəstəyimiz sırf mənəvi, bizim peşəkar inkişaf, ölkəmiz üçün bəli, töhfə peşəkar verməkdir, kadrların bəli yetişdirilməsi məqsədini daşıyır. Bəli. Daha sonra bizim rəqəmsal olaraq keçirdiyimiz, yeri gəlmişkən qeyd edim ki, rəqəmsal uğurlarımız da var. YouTube-da ödənişsiz formada yerləşdirdiyimiz videolara artıq 6 milyondan çox baxış gəlir. Necə gedir səhifənizin adı? İnnab Business School olaraq bəli YouTube-da siz adda. daxil ola bilərsiniz. Hətta orada bizim 55 dərsə EXE dərslərimiz var ki, biz forumlarda iştirak edərkən stenddə həqiqətən də vəzifəli şəxslər yaxınlaşıb tam səmimi formada etiraf edirlər ki, biz EXE-də 55 dərsə EXE-dən öyrənmişik. Peki nömrəni bir daha təkrar edəsiniz Nərmin xanım? Mən satış əməkdaşımızın nömrəsini qeyd edirəm. 050 299 61 21. Yer gəlmişkən Səmirə xanım, bayaq endirimlərdən vurğuladınız. Biz belə bir jest etmək istəyirik İnnab Business School adına ki, 93 FM Sağlam Radionun dinləyicilərinə bu günə xüsusi olaraq 15% güzəşt edək. İstənilən təlim üçün müraciət edə bilərlər. Övladları üçün, özləri üçün. Bax belə, indi yəni qeydiyyatdan keçməyə fürsət də hal-hazırda dinləyicilərimiz bizə qulaq asırlarsa, bu fürsətdən yararlansınlar. İndi imkandır. Yəni bu gün deyir Nərmin xanım, ola bilər sabah da bu etibar. Yəni əlbəttə, hətta qüvvədə qalsın. YouTube-da olan bizim yəqin ki, izləyicilərimiz də olacaq. Məncə aprel ayının sonuna qədər onlara xüsusi 15% güzəşt edə bilərik. Onların adından da mən təşəkkür edirəm Nərmin xanım bu jestinizə görə. Və ümumiyyətlə bu korporativ şirkətlərlə əməkdaşlıq barəsində də biraz danışsaz mənim üçün də maraqlı olar. Ümumiyyətlə
Necə gedir bu iş? Korporativ şirkətlərlə əməkdaşlığımız çərçivəsində bayaq Rauf müəllim qeyd etdi ki, bizim xüsusi yanaşmalarımız olur. Öncə biz onların xüsusi dəvəti ilə əməkdaşlarla görüşürük. Əməkdaşların proses mərhələsindən keçiririk ki, bu əməkdaşın tutaq ki, planlanılan Excel təliminə nə qədər ehtiyacı var, hansı səviyyədə ehtiyacı var və hansı səviyyəyə gəlməlidir. Əvvəlcə əməkdaşların yaş aralığı, vəzifələri, təbii ki, onların texniki bacarıqları, hətta soft skills təlimi keçirəcəksə də öncəsində biz o əməkdaşlarla görüşürük. Bu şəkildə həyata keçirilir. Zaten Rauf mən bayaq onunla bağlı geniş danışdım. Mən fərqli bir istiqamətə toxunmaq istəyirəm ki, korporativ əməkdaşlıq çərçivəsində bizim korporativ şirkətlər, yerli və yaxud da beynəlxalq şirkət əməkdaşları üçün maraqlı bir layihəmiz var və bu layihə tam səmimi formada təvəzzökarlıq eləyə bilmirəm. Çünki bu layihə məhz bizə aiddir. Dəyərləndirmə mərhələsi hansı ki, bunun üçün şirkət bizə müraciət edir. Məsələn, mən bunu biraz daha açıq və asan formada izah edəcəm ki, dinləyicilərin hər kəsə maraqlıdır bu çünki mövzu və dinləyicilər hər kəs tərəfindən, izləyicilər tərəfindən ətraflı şəkildə izah etməyə çalışacağam. Deməli, burada hər hansı bir vəzifə üzrə, məsələn, yeni bir əməkdaş təyin olunmalıdır və bu əməkdaşın seçilməsində şirkət ədalətli qərar vermək istəyir. Bu zaman biz şirkətə dəstək oluruq ki, vəzifəyə uyğun olaraq dəyərləndirmə mərhələsi hazırlayıb namizədləri dəvət edirik. Və mən şirkətin adını da çəkə bilərəm ki, çəkə bilmirəm. Biz X1 şirkətə, indi adını çəkməyəcəm, bu yaxınlarda dəyərləndirmə mərhələsi edib, onların çox böyük bir vəzifəyə 5 şirkət, 5 əməkdaşdan daha doğrusu birini şirkətə yüksək bir vəzifəyə təyin etdik. Yəni kadr artıq yetişib və siz artıq onları necə deyirlər, daha da düzgün lazım olan yerə, haqlı yerinə belə deyək də yönləndirirsiniz. Bəli, ümumiyyətlə bu da təbii ki, həmin o insanlarda, digər insanlarda da bir növ necə deyim, stimul yaradacaq işə qarşı, düzdürmü? Bəli, əlbəttə. Daha da özünü təkmilləşdirəcək. Perspektivli ümumiyyətlə şirkət, inkişaf edən şirkət əməkdaşlarını dəyərləndirmə mərhələsinə xüsusi diqqət edir və bununla bağlı biz bütün şirkətlər bu işlə məşğul olsalar daha yaxşı. Çünki kadrlarda da bir stimul yaranmalıdır ki, mən öz üzərimdə işləsəm, təkmilləşdirsəm özümü, təbii ki, dayandığım yerdə qalmayacağam. Gələlməsəm başqa bir yerdə ola bilərəm. Bu bir scoring sistemidir. Mən düşünürəm ki, bütün şirkətlər yerli və yaxud da beynəlxalq bu sistemdən istifadə edib öz əməkdaşlarını daha yaxşı tanıya və bu artıq tanımaq hansı formada tanımaqdır, onların texniki və liderlik bacarıqları ilə tanış olmaqdır. Çünki Rauf bəy, yəqin ki, siz də təsdiqləyərsiniz. Elə bu söhbətin ardı olaraq söyləmək istəyirəm ki, bəzən bizim insanlarda elə bir təsəvvür yaranır ki, mütləq şəkildə kimsə irəli getməsi üçün adam lazımdır, mütləq kimsə tapşırılmalıdır kimsə və mümkün deyil bunsuz irəli getmək. Ona görə də baxın, çox yaxşı bir məqama toxundunuz ki, təbii ki, insan öz üzərində işləyərkən də təkmilləşdirərsə özünü, daha da ixtisaslaşırlar, digər ixtisaslara da nail olarsa, bayaq söylədik, dil biliklərini artırarsa, nə qədər çox dil bilərsə, bir o qədər də təbii ki, onun xeyrinədir və onda onun üçün qapılar laybalay açıla bilər. Heç kim olmadan da. Ümumiyyətlə mən bu barədə praktikamdan danışmaq istərdim. Mənim gördüyüm praktikada olub ki, əsas da tələbələrlə işlədiyim üçün və təhsil sahəsində olduğum üçün, eyni zamanda biznes sahəsində də yetəri qədər insanlarla əlaqədə olduğum üçün mən hər dəfə deyirəm ki, bizim bu iki vəziyyətdə bir peşəkar inkişafımızda, fərdi inkişafımızda bu aşağı düşən eskalatorda biz yuxarı qalxmağa çalışırıq. Əgər biz sürətimizi artırmasaq, aşağı düşən eskalator yerimizdə yuxarı doğru çıxsaq, yerimizdə qalmış olacağıq və zaman dəyişdikcə, dünya dəyişdikcə, datalar çoxaldıqca biz məcburuq ki, mütəmadi olaraq özümüzü inkişaf etdirək. Sizin bayaq dediyiniz dil bilikləri önəmli faktordur. İndiki vəziyyətdə əvvəllər dil biliyi olması vacib idi, amma indi lazımdır. Yəni indi adi hal alıb sən hətta 1 yox, minimum 2 dil bilməlisən ki, sən istər dünya görüşün artmalıdır, həmin ölkənin tarixçəsində bələd olmalısan, oxuduğun kitablardan ədəbiyyata yaxşı şəkildə bilməlisən. Eyni zamanda öyrənmə məsələsinə qalanda fərdi inkişaf önəmli faktordur. Məsəl üçün bugünkü gündə hər hansı bir yoldaş iş yerində müəyyən bir irəli vəzifə getmək istəyirsə və yaxud da istər sahibkar olaraq, işgötürən olaraq, istər işçi olaraq mütəmadi olaraq bu hissəyə diqqət ayırmalıdırlar. Səbəb nədir? Deyim sizə. Əvvəl müəyyən bir müddət qabaq müəyyən bir işçi bir vəzifədə müəyyən müddət qala bilir. Amma indi dediyim kimi şirkətlər böyüdükcə
insan öz-özünü inkişaf etdirməlidir. Hansı sahə olur olsun, həmin sahədə ən azından bir saatda deyək, 10 dəqiqədə deyək və yaxud da ən azından o sahədə müəyyən qədər öyrənməlidir. Bu peşəkar baxımdan, fərdi inkişaf baxımından mütləq lazımdır. Şərtdir. Bəli, əlbəttə. Yoxsa əks halda mən bir yerdə qalım, bir yerdə işləyim, bir yerdə öyrənim, bir yerdə qalım. Belə bir anlayış yoxdur. Bu imkanları da siz yarada bilirsiniz. Bəli, İnnan əlbəttə. Business School olaraq təlimlər ki, hansı ki keçirilir, bu təlimlərdən də yararlanmaq mümkündür. Məlumatlar ümumiyyətlə çox oldu bu gün. Həqiqətən də çox faydalı məlumatlar aldıq sizdən, amma sonda deyəcəkləriniz, vaxtı da həm də nəzərə alaraq deyəcəkləriniz nə ola bilər? Yekun olaraq mən dinləyicilərlə, izləyicilərlə təlimlərimizi tanış etmək istəyirəm və buyurun. bircə başlamaq istəyirəm. Çox qısa məlumat verməyə çalışacağam. Data analitika və mühasib mütəxəssis bootcamplarımızla bağlı, hansı ki, mühasib mütəxəssis proqramımız 4 aylıq bir proqramdır, amma düşünün ki, kiçik mühasib yetişdirə bilir. Data analitika proqramımız 6 aylıq bir proqramdır. Düşünün ki, data analitik yetişdirə bilir. Təbii ki, burada kiçik mütəxəssisdən söhbət gedir. Mühasib mütəxəssis proqramımıza daxildir vergi uçotu, maliyyə, Excel və 1C proqramı. Biz fərdi həm peşəkar formada praktiki cəhətdən hazırlayırıq, həm də nəzəri formada biz peşəkar formada onun bazarda yetişməsinə dəstək oluruq. Data analitika proqramı da həmçinin bayaq Rauf müəllimin qeyd etdiyi kimi MiniMBA proqramıdır. Hansı ki, data analitikaya burada 6 data analitikin istifadə etməli olduğu proqramlardan söhbət gedir. Hansı ki, biz hər mərhələnin özünü diaqnostik qiymətləndirilməsi var. Biz onun təşkil olunmasında kifayət qədər geniş şəkildə auditoriyaya, tələbələrimizə dəstək oluruq. Rauf bəy, siz nəyə vurğulamaq istəyirsiniz? Eyni zamanda İnna Business School-un çox adamın bildiyi bir 55 dərs Excel kitabımız var. Hal-hazırda Azərbaycanın çərçivəsində geniş yayılmış Excel kitablarından biri, hətta birincisidir. Burada 55 dərsə Excel, 222-dən yuxarı funksiya və demək olar getdiyimiz korporativ şirkətlərin 90%-nin üstünlüyündə biz o kitabları görə bilirik. Yoldaşlar istəsələr onları da müraciət edib bizdən əldə edə bilərlər. Yəni nəşr edənlər sırf Bəli, nəşr siz edən sırf özünüz. İnnabdır, bəli və hal-hazırda Əla. Azərbaycanda ən geniş yayılmış Excel sahəsində oxunmalı kitablardan birincisidir. Əla. Bir daha istəyərdim qeydiyyat üçün nömrə istəyim sizdən. 050 299 61 21. Bax belə, həm təhsil alacaqsınız, həm öz peşəkarlığınızı artıracaqsınız, həm də bu peşəkarlığın sayəsində iş imkanlarınızı artıracaqsınız. Inna Business School bunu sizə təklif eləyir, əziz dinləyicilərimiz. Təşəkkürlər gəldiyinizə görə. Sağ olun Sabirə Minnətdaram hər xanım, birinizə. təşəkkür edirik sizə. Biz təşəkkür edirik, dəvətimizi qəbul etdiniz. Sağlam təhsil bu günlük və hətta deyərdim bu həftəlik işini başa çatdırır. Həftənin bazar ertəsi də yeni qonaqlarla burada sizi tanış edəcəyik və ən əsas qonaq qismində çıxış etmək, ümumiyyətlə əməkdaşlıq üçün də açığıq. Bunun üçün qeyd eləyə bilərsiniz əlaqə nömrəsini. Hal-hazırda deyirəm, WhatsApp nömrəsini yazacaqsınız. Əməkdaşlıq üçün 055 674 72 30, təkrar edirəm, 055 674 72 30. Pedaqoqlar, psixoloqlar və eyni zamanda şirkət rəhbərləri, təhsil sahəsində çalışan, özünü təhsildə görən hər kəs bizim proqramımızda qonaq ola bilər. Saat 11-12 arasında yayımlanırıq. Sağ olun, salamat qalın.